Növbəti videonu çəkəcəm dedim sizə. Növbəti videomuzda bax budur. Demək qardaşlar, baxın, Rus silahlarını izah elədim. Rus silahlar gəldi. BG-MR 155-ə qədər varımızdır. Keçdik burada Türk silahlarına. Türk silahlarında qoşarla, məsələn, kral almışsın, bax belə bir sport vəziyyətdə. Belə bir silahımız var. Çox möhtəşəm bir silahdır. Necə deyim, alanlar hələ ki, yəni bir şikayət, bir şey demir. Əksinə sağ ol deyirlər. Yəni şikayəti olsa, əlbəttə ki, mən ona açıq şəkildə deyirəm. Heç bir problem də yoxdur. Hullur vardır, at armıslardır, at armısların bütün növlərdir, çerçellərdir, kral armıslardır, impalalardır, stogerlərdir. Stogerlər, yəni bunu deməkdə, yəni bütün markaları demək istəyirəm də, yəni gördüyün bütün modelləri var bizdə. Bunlar hamısı var, bunlar da var və sizə gecə görməni, gecəyə məhdudu görməni, evinizə uğuru girdi, nə bilim, şirkətinizə, nə bilim, obyektinizə, firmanıza girdi. Bax, bununla müşahidə apara bilirsiniz. Bax, bununla müşahidə apara bilirsiniz. Rahat şəkildə görə bilərsiniz. Sizə kim ziyan vurmaq istəyirsə, gecə vaxtı rahat şəkildə izləyə bilərsiniz bunu. Yəni, budur. Başqa sizi yormaq istəmirəm. Biləsiniz ki, bizdə balıqçılıqdır, ovçuluqdur, hər şeydə belə. Adi qaz numaları belə gətirmişəm. Qaz maketləri zəif işləyir də, o qədər işləmir, amma hər şey var da. Ona baxmayaraq biz hər şey gətirmişik. Hər şeyi siz əldə edəsiniz deyə, rahatçılığınız olsun deyə biz onu çalışırıq ki, yaxşı olsun, hər şeyin yaxşısı olsun. Sağ olun, mən sizin başınızı ağrıtmaq istəmirəm. Yetəri qədər bilmədiyi suallar da olanda Amalov dünyasında, TikTokda, Facebookda, nə bilim, YouTube'da, Instagramda Amal İsmailzadəyəm, düzdür. Bunların hamısını da məndən ulaşa bilərsiniz. Məndən məlumat varsa sizə çatdıra bilərəm. Sağ olun, var olun.